Bakı şəhərindən Kürdəmirə rəmzi qatar səfəri media tur təşkil edilib. Media tur çərçivəsində media nümayəndələri qatarda olan şərait və Kürdəmir stansiyasındakı vəziyyətlə tanış olublar. Sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədi ilə 18 aprel 2026-cı il tarixindən etibarən Kürdəmir Dəmiryol stansiyası sərnişinlərin istifadəsinə verilir. Qeyd edək ki, biletlər 17 apreldən satışa çıxarılır. Kürdəmir özü ərazi olaraq, yerləşmə olaraq bugün ölkədən keçən ən əsas deyərdim, dəmir yolu infrastrukturu üzərindədir. Həm yük daşıma üçün çox önəmlidir və sərnişin daşımanın da keçdiyi əsas yolların üzərindədir. Ona görə bizim üçün də bu yolun bir xüsusi əhəmiyyəti var. Artıq həmkarım Azər müəllimin qeyd elədiyi kimi bu stansiyanın açılışı ilə bu yolun digər yollara inteqrasiyası, Bakı, Balakən-Bakı, Bakı-Qazax-Bakı, Gəncə-Bakı, Bakı-Ağdam-Bakı yollarına inteqrasiyası ilə əhalinin daha çox ərazilərə çıxışı olacaq və həmçinin digər qonşu rayonlarının da sakinlərinin dəmir yollarına çıxışı, onun infrastrukturundan istifadə eləmək imkanı olacaqdır. On 18 aprel tarixindən sərnişinlərimiz artıq Kürdəmir stansiyasından da istifadə edə biləcəklər. Onlar gündəlik olaraq Bakı-Qazax-Bakı 4 reys və Bakı-Balakən-Bakı 2 reys olan qatarlarda səfər edərək Kürdəmir stansiyasında enə bilərlər. Kürdəmir stansiyasının açılması ilə ətrafda olan 300 minə yaxın sərnişinin, əhalinin Azərbaycan dəmir yollarının qatarlarından istifadə edilməsi üçün imkan yaradılmışdır. Sərnişinlərimizə xoş səfərlər arzuluyoruz. Möhtərəm Cənab Prezidentimizin regionların sosial-iqtisadi inkişafına verdiyi xüsusi diqqət və qayğı nəticəsində müasir tələblərə cavab verən yüksək səviyyədə stansiyamız inşa olundu. Bu gün də sizlərlə birlikdə bu stansiyanın açılışını edirik. Xüsusən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Rövşən müəllim başda olmaqla bütün kollektivinə rayon ictimaiyyəti adından öz minnətdarımı bildirirəm. Çox qısa zaman kəsiyində bu səviyyədə bu inzibati binanı təmir edilər. Xeyirli, uğurlu olsun. Çox sağ olun diqqətiniz üçün. Kürdəmir stansiyası demək olar ki, Azərbaycanın tam mərkəzində yerləşir və dəmir yolu olmayan istiqamətlərə də bir nəqliyyat əlçatanlığı təmin edir. Həm Kürdəmir və yaxında olan Ağsu rayonu və digər yaşayış məntəqələrinin də Bakıya dəmir yolu üzərindən əlaqəsini təmin edir və yeni bir alternativ formalaşdırır. Daha komfortlu, daha sürətli, daha təhlükəsiz bir paytaxtla əlaqəni təmin edir. Azərbaycan Dəmir Yollarının düşünürük ki, uğurlu layihələrindən biridir Kürdəmir Dəmir Yolu stansiyasının açılması və bu qatarın ilk sərnişinlərindən biri olmaqdan əlbəttə ki, bir qürur duyuruq. Həm bir Azərbaycan vətəndaşı olaraq, həm Kürdəmirin deputatı olaraq bütün həmvətənlərimizi təbrik etmək istəyirəm və hər birinə hər bir zaman açıq yol, uğurlu səfər arzulayıram. Bakı-Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11 manat 10 qəpik təşkil edir. Qeyd edək ki, Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftə sonları və bayram günləri təyin olunan Bakı-Ağstafa-Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq. Rəbiyyə Əhmədova, Orxan Balayev, APA TV.